Asiman, səni kim məcbur eləmişdi gözəlin paltarın geyinməyə? Üstümüzü prosto. Asiman dünən gözəlin paltarın geyinib video çəkib. Həm mənə bunu izah eləyə bilərsiniz? Nə demək istəyirdin bunu çəkməklə? İşte sadece elə belə giyindim ki. Yaxşı, gözəl, sən oradaydın. Divana qoymuşdum mən. Mənə dedi ki, kimin paltarıdır? Mən dedim ki, mənim paltarımdır. Sonra təzədən sən dedin ki, gedib o anki otaqda dəyişirəm. Dedim ki, hamamda girmədən mən təzə qəssumumdur bu. Təzə almışam, dedim, toydan toya geyinirəm. Gözəl, bir kişi xeylağı yaxınlaşır sənə və sənə deyir ki, həyatının kişisi seçmək istədiyin bir insan yaxınlaşır sənə deyir ki, gözəl, paltarlarından birini ver mənə geyinəcəm. O səndən onu istəyəndə sən nə dedin və dedin mən ki, geyin. Yox, mən də geyinmişdi. Mən yalan nə demirəm, şaka. Geyindi, gəldi sən qarşı. Geyindi, qati şəkil zat çəkdirdi. Ay Asiman, hansı kişi gedib sevdiyi qadına deyir ki, paltarını verginən geyinin video çəkirəm. Asiman, Yəni o paltarı giyməkdə məqsədin nə idi? Nə üçün geyindin sən o paltarı? Bu kişi hər bir halda özünə sığışdırıb onu geyinməz də. Mən şəxsən o paltarı cırardım, doğrayardım. Amma onu qoymazdım giyinsin. Çünki sən onu ailə görmək istəyirsən. Bir. İkinci, bu da sübut eləyir ki, mən ərə gedirəm. Yəni məni məcbur alırlar. Ona görə o paltarı da giyir.